Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir bərpa işləri ilə əlaqədar 29 may 2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Milli Azəriqaz İB-dən bildirilib. Qaz təchizatı dayandırılan müddətdə rayonun Qala qəsəbəsinin Xaşaxuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Eyni zamanda Oğuz rayonunun bir neçə kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. Bildirilib ki, rayonun Kərimli kəndi ərazisində D219 mimlik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulax kəndlərində ümumilikdə 2244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.